Bugün əyləncə dünyasının nəbzini tutan Variety dərgisi 120 yaşını qeyd edir. 1905-ci il dekabrın 16-sında New Yorkda Sim Silverman tərəfindən yaradılan bu nəşr əvvəlcə sadəcə bir teatr qəzeti idi. Amma zaman keçdikcə film, televiziya, musiqi və media sahələrini əhatə edən dünyanın ən etibarlı mənbələrindən birinə çevrildi. Jurnalın gündəlik xəbərlərlə yanaşı analitik yazılar, müsahibələr, tənqidlər və illik reytinqlərlə zəngin məzmunu var. Elə bu səbəbdəndir ki, dərgi özü də dəfələrlə mükafatlara layiq görülüb. Təkcə 2025-ci ildə Milli İncəsənət və Əyləncə Jurnalistikası mükafatlarında 20-dən çox nominasiyada qalib olub. Variety təkcə xəbərlər çatdırmır. Eyni zamanda özü də sənaye üçün nüfuzlu platformaya çevrilib. Dərgi tərəfindən təsis olunan Variety Hitmakers mükafatları hər il pop musiqidə fərqlənən sənətçilərə verilir. Son illərdə bu mükafatlara layiq görülənlər arasında Sabrina və Blackpink qrupunun üzvü Rose kimi məşhurlar da var. 120 yaşlı Variety sadəcə jurnal deyil, əyləncə sənayesinin tarixi, bugünkü ritmi və sabaha baxışıdır.